Ayətullah Behçət ağa deyirdi ki, hər gün özünü yoxlamayan insan başqalarını düzəltməyə haqq tapmamalıdır. Hətta yaxınları deyirdi ki, onun ən böyük xüsusiyyəti sakitliyi idi. O buyururdu ki, əgər insan vacibləri yerinə yetirib haramdan uzaq dursa və hər gün özünü hesaba çəksə, xüsusi zikirlərə belə ehtiyac qalmaz. Onların həyatında əsas fikir budur. İnsan əvvəl öz daxilini idarə etməlidir. Əllamə Təbətəbai elmi müzakirələr aparırdı, amma şəxsi mübahisələrə heç vaxt girmirdi. Onun haqqında yazılır ki, biri sərt danışanda belə səsini qaldırmazdı. Mübahisə çox vaxt haqq axtarışı altında nəfsin özünü sübut etməsidir. Qur'an-ı Kərimin Nəhl surəsində buyurur: Rəbbinin yoluna hikmət və gözəl nəsihətlə çağır. Təfsirlərdə deyilir ki, hikmət emosional reaksiya deyil, qarşı tərəfin səviyyəsinə uyğun danışmaq və nəticəni Allaha buraxmaqdır. Əgər qarşı tərəf həqiqət axtarmırdısa, susmağı üstün tuturdular. İrfan alimi şəxsi incilik üçün qəzəblənməz, amma haqsızlıq qarşısında ölçülü və məqsədli mövqe göstərər. Qur'anda buyurulur, onlar qəzəblərini udarlar. İrfan alimləri öz reaksiyalarını dərhal izləyir. Qəzəb qalxanda özünə sual verir: bu Allah üçünmü, yoxsa mənim nəfsim üçünmü? Ayətullah Behçət ağa deyirdi ki, gün ərzində neçə dəfə Allahı unutduğunu hesablamaq, neçə nəfəri tənqid etdiyini hesablamaqdan daha faydalıdır. İrfan alimlərinin çevrəsi geniş ola bilərdi, amma yaxın dairəsi dar idi. Çünki hər yaxınlıq bir məsuliyyətdir. Ən böyük fərq budur ki, adi insan hadisəyə reaksiya verir. İrfan alimi əvvəl öz reaksiyasına baxır. Birisi sənə yalan danışıb və səndə qəzəb yaranıbsa, bu mən nəzarətdə idim düşüncəsinin dağılmasıdır. İnsan özünü aldanmış hiss edəndə əslində nəfs deyir, mən daha üstün olmalıydım axı. Əgər insan qəzəb zamanı özünü haqlı görməyə davam edirsə, artıq ədalət üçün yox, egosu üçün mübarizə aparır. Əllamə Təbətəbai Əl-Mizan təfsirində Hucurat surəsinin ayələrini izah edərkən yazır ki, möminin başqasını alçaltması və qınaması onun daxili mənəvi zəifliyindən qaynaqlanır. İnsan başqasının eybini görəndə sevinirsə, bilməlidir ki, öz eybi ondan da təhlükəlidir. İrfanda qeyd olunur ki, gizli təkəbbür və başqasının eybi ilə məşğul olmaq qəlbi qaraldır. Çünki insan nə ilə məşğuldursa ona bənzəyir və başqasının eybini daşıyan insan o eybin enerjisini qəlbinə daşıyır.